Bismillahirrahmanirrahim. Əziz müsəlman qardaş və bacılarım, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin İslam ümmətinə etdiyi gözəl bir nəsiyyəti xatırlatmaq istəyirəm. Bu da böyüklərimizə olan hörmət barədədir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, böyüklərimizə hörmət qoymayan bizdən deyil. Diqqət edin. Böyüklərimizə hörmət qoymayan bizdən deyil. Yəni, İslam əxlaqı olmayan insandır. Əgər biz həqiqi müsəlman olmaq istəyiriksə, böyüklərimizə hörmət qoymalıyıq. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bərəkət böyüklərin yanındadır. Diqqət edin, böyüklərin yanında. Yəni, nə qədər çox özünüzdən yaşlı insanlarla, yaşlı insanların təcrübəsindən istifadə etsəz, bir o qədər həyat təcrübəniz artacaq. Böyükləri ziyarət edin. Onlardan nəsiyyət alın. Əgər lazım gəlsə, siz də onlara nəyisə xeyirli bir şeyi xatırladın. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ummu Hani adlı yaşlı bir qadını ziyarət edir. Ummu Hani Abu Talibin qızıdır. Əli radiyallahu anh'ın böyük bacısıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmdən də yaşca böyük idi. Ziyarət edir onu. Ummu Hani deyir ki, ya Rasulullah, mən artıq yaşa dolmuşam. Elə də çox hərəkət edə bilmirəm. Mənə elə bir əməl öyrət ki, oturduğum yerdə onu edim, amma çoxlu savab qazanım. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, 100 dəfə Subhanallah deyir. Bu sənin üçün İsmail aleyhissalamın nəslindən 100 qul azad etmiş kimi sayılacaq, savab sayılacaq. 100 dəfə elhamdülillah deyə bu sənin üçün Allah yolunda mücahidlərə verilən 100 at savabı qədər savab yazacaq. 100 dəfə Allah Akbar deyə bu sənin üçün qurbanlıqda 100 dəvə savabına bərabər olacaq və bir də 100 dəfə la ilahe illallah deyə bu sənin üçün yerlə göy arasını savabla dolduracaq. Əziz müsəlmanlar, böyüklərə hörmət edin, böyüklərin qayğısına qalın, böyükləri ziyarət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, yaşlı bir qadın əlində zəmbil yolla gedir, yaxınlaşır, deyir, xalacan, ver onu mən aparım, kömək edeyim sənə. Evə qədər aparır, evə çatanda qadın da o dövrdə müşrik idi, xəbəri yox idi, haqdan, cahil idi. Deyir ki, oğlum, görürəm mərifətli oğlansan. Sənə bir ana kimi nəsiyyət etmək istəyirəm. O, Muhammed var ha, ondan uzaq dur. O, bizim gənclərin başını xarab eləyib. Deyir ki, Allah təkdir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, xalacan, o, Muhammed dediyin mənəm. Qadın tutduğu işdən peşman olur. Sonralar İslama gəlir. Bax, gözəl əxlaqın nəticəsidir bu. Və ya məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkənin fəthi günü baxır ki, Abu Bakır Əs-Siddiq radiyallahu anh yaşlı atasının əlindən tutub gəlir. Qalxar ayağa, Abu Bakır Əs-Siddiq radiyallahu anh tənbih edir. Deyir ki, niyə mənə demirdim? Mən gedərdim onun ayağına. Onunla gedib görüşərdim. Ayıb deyil, yaşlı adamı gətirmirsən mənim yanıma. Tez qalxır ayağa, görüşür, öz yerini ona verir, otuzdurur və bu yaşlı adamın, Abu Bakr Sıdıq radiyallahu anh atasının çox xoşuna gəlir. İslamı qəbul edir. Baxın, əxlaq, müsəlman əxlaqı. Eseri vaxtı yadıma gəlir, İslam var idi, amma az idi. Amma əxlaq var idi. Avtobus, metro və s. yerlərdə qalxırdılar, ayağa böyüyə yer verirdilər. Böyük gələndə hamı ona salam verirdi, kənara çəkilirdi, yol verirdi və s. Nə qədər misallar çəkmək olar böyüyə olan hörmət barədə. İndi o hörmətdən çox az bir şey qalıb. Çox az bir şey. Mən sizə dəfələrlə danışmışam. Yenə xatırladıram sizə. Mənim bir yaşlı dostum var idi. Məndən bir 30 yaş böyük idi.
2005 və 2006-cı illərdə vəfat elədi. Allah ona rəhmət eləsin. Uzun illər böyük vəzifələrdə işləmişdi. Həmişə gedirdim onun yanına, onun həyat təcrübəsindən istifadə edirdim. Yaxşı, maraqlı nəsiyyətlər, məsləhətlər verirdi. Bir dəfə gözəl bir şey danışdı. Danışım onu hər yerdə danışarsınız. Deyir ki, oğlum, elə insan olmaq lazımdır ki, həyatda sənə insanlar hörmət eləsin, sənə rəhmət oxusun bu dünyadan köçəndən sonra. Və misal çəkdi, deyir ki, biz vəzifəlilər hansısa bir tədbirə yığışırdıq. Baxırdıq ki, aramızdan bizim kimisi birisi, o da vəzifə, pul, arxa, dayday, hər şey var, gəlir, uzaqdan onu görəndə ora toplananların hamısı onun ünvanına pis sözlər söyləyirdilər. Təhqiramiz, alçaq gəldi, şərəfsiz gəldi və s. Mən öz özümə fikirləşirdim ki, bu adamın vəzifəsi var, yaşı, başı var, arxası, daydayı var və s. Amma özünü necə aparırsa, hörmət yoxdur. İnsanlar buna hörmət qoymur. Və gedirdi hər hansı bir Azərbaycanın gözəl güşəsinə, orada oturub kabab çəkirdik, yeyib içirdik və uzaqdan həmin o bölgənin ağsaqqalını görürdük, gəlir. Ağsaqqal nimdaş paltarda, köhnə paltarda. Amma o vəzifəlilər hamı öz arasında deyirdi ki, qalxın, ağsaqqala salam verək. Ağsaqqal yaxınlaşanda hörmətlə onun əlini sıxıb, qucaqlayıb, hörmətlə onu süfrənin başına otuzdurardıq. Bax, budur. Ağsaqqalla ağsaqqalda da fərq var. Böyüklərindən, böyüklərimizdə də əlbəttə ki, fərq var. Böyüklər elə olmalıdır ki, kiçiklər onlara hörmət qoysun və onlar ölüb getdikdən sonra onlara rəhmət oxusun. Allahdan istəyimiz budur ki, bizim həqiqi, təcrübəli, yol göstərən böyüklərimizi başımızdan əski eləməsin. Onlara uzun ömür, can sağlığı arzu edirəm. Həmçinin hidayət diləyirəm. Allah onlara cənnətə gedən yolu göstərsin. Bu həyatdan sonraki həyatda da onlara cənnəti nəsib eləsin. Subhanəkallahumma və bihəmdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.